Ruslan Hüseynov və Elbrus Məmmədov. Elbrus Məmmədov qara, Ruslan Hüseynov isə qəhvəyi kəmər bağlayıb. Elbrus Məmmədovun kəmərində qırmızı lentə var. İdmançılar döyüşə başlayırlar. Kyokushinkai təlimində əl və ayaq fəndlərinin ən müxtəlif variantları mövcuddur və bunlarda idmançı rəqibini dəqiq tətbiq etməklə nokaut vəziyyətinə də sala bilər və bu artıq tam qələbə demək olacaq. Lakin əgər 3 dəqiqə ərzində hər hansı bir karateçi daha fəalsa, zərbələri daha çoxsa, daha effektli fəndləri tətbiq edirsə, təbii ki, hakimlər də qələbəni ona verə bilərlər. Lakin həm tamaşaçılar, həm də mütəxəssislər əlbəttə ki, tam əminlik olsun deyə idmançıdan gözəl bir knockdown yaxud nokaut zərbəsi gözləyirlər və indi çox effektli bir ayaq zərbəsini müşahidə etdik. Mavaşı Gerişodan Uşera Geri. Bunlar ayaq zərbələrinin müxtəlif texnikaları hesab olunur və idmançılar, xüsusilə Kyokushinkai təliminin nümayəndələri bu fəndlərdən çox tez istifadə edirlər. Görüşün əsas vaxtında hər iki idmançı kifayət qədər fəaldır. Xüsusilə də Elbrus Məmmədov haqqında bu sözləri demək olar. Adətən belə yaxın məsafədə də idmançılar effektli ayaq zərbələrini tətbiq edə bilirlər. Yenə də Elbrus Məmmədov belə bir zərbəni tətbiq etməyə cəhd etdi. Lakin bu zərbə rəqibin çiyninə dəydi. Yəni təsirli, sarsıdıcı alınmadı. Bununla belə hakimlər idmançının bu cəhdini də yadda saxlayırlar. Yəni qalibin müəyyənləşdirilməsində bunların da müəyyən bir təsiri ola bilər. Hakimlər qalibi elan edirlər. Onların 4'ünün də rəyi üst-üstə düşür. Referi də onlarla razılaşırlar. Elbrus Məmmədov bu görüşü qələbi ilə başa vurur.